Vladimir Leninin atası sizcə türk olub? Bununla bağlı iddialar var. Ümumiyyətlə Vladimir Leninin atası İlya Ulyanovdur ki, bu şəxs Təştarxanda doğulub və düşünülür ki, ya Çuvaş, ya Kalmık, ya da Mordvindir. Həqiqətən də antropolojisinə baxaq onun. Antropolojisini görürsüz, gözü qıyıqdır, bir asiatikdir. Yəni böyük ehtimalla ya Kalmıkdır, ya da Çuvaşdır. Amma Çuvaşlarla Mordvinlərdə müəyyən qədər bu asiatik xüsusiyyətlər zəifləyib. Çünki İndo-Avropalılarla daha çox qarışıblar. Amma Kalmıklara məxsus xüsusiyyətlərə daha çox sahibdir. Buna rəğmən ən güclü iddialar onun Çuvaş türkü olduğunu göstərir. Yəni Lenin etnik olaraq Çuvaş türkü bir ailədən gəldiyi düşünülür. Amma bunun sizə bir önəmi varmı? Heç bir önəmi yoxdur. Yəni bioloji kimliyimiz əsas deterministik kimliyimiz deyil, sosial kimliyimiz əsasdır. Yəni doğulandan sonra beynimizin içinə yığılan ideologiya, düşüncə tərzi, həyata baxış bizi biz eləyən ən əsas keyfiyyətdir. Çünki Homo sapiens cəmiyyət qurar, o cəmiyyətə ad verər, daha doğrusu ad uydurar və bunun ardınca o cəmiyyətin bir parçası olar. Daha sonra o cəmiyyət vasitəsilə özünü yenidən kəşf edib, özünü yenidən formalaşdırır. Ona görə də əslində bioloji olaraq mənsub olduğumuz yox, sosioloji olaraq mənsub olduğumuz ən əsas kimliyimizdir.